Salam aziz dostlar, yeni videoya hoş geldiniz. Bugün Oppo Find X9 Pro barədə danışarıq. Amma videonu başlayandan əvvəl bir şey deyim. Bəzilərini soruşursunuz ki, bunlar Azərbaycana gələcəkmi? Nə zaman gələcək? Qiymət necədir? Baxın, mən sizə hər yerdən əvvəl, yəni hətta qlobaldan əvvəl, o ki dünyaya nə zaman gedir, ondan əvvəl sizə bu videonu çəkirəm, sizə izah verirəm ki, bu telefon necə olacaq. Hələ bu gələndən sonra bir müddət vaxt aparır ki, Avropaya, dünyaya getsin və ondan sonra da yenə bir damcı daha çox vaxt aparacaq ki, Azərbaycana gəlsin. Bəzi modellər bəli gəlir, qlobal modellər, bəzi modellər ola bilər ki, məsələn, Avropada gəlsin, Azərbaycana gəlməsin. Yəni, çox şeylərdən asılıdır ki, bu gələcək, gəlməyəcək. Qiymətlər necə? Qiymətlər də, o qiymətlər ki, məsələn, Çində var, o qiymət təbiidir ki, Azərbaycanda olmayacaq. Çünki həm yol pulu, həm də gömrük var, həm də vergi var. Bunlar hamısı üstünə gəlir. Təbiidir ki, qiymət biraz dəyişir. Hər şirkət də öz qiyməti ilə təqdim edir bunu. Və biz o qiyməti indidən mən sizə deyə bilmirəm ki, məsələn, bu telefonun qiyməti bu qədər olacaq Azərbaycanda. Çünki çox şeylər onu dəyişə bilər, təyin edə bilər. Yəni, bunu sizə demək istəyirdim. Çünki bəziləriniz bu sualları məndən soruşursunuz hər gün. Dedim ki, bunu ilk sizə izah verim. Find X9 Pro necə bir telefondur? Belə ki, baxırsınız, bu da OnePlus 15-i çox oxşuyur. Və mən, əgər o videomu baxmadınızsa, sizə məsləhət verirəm ki, gedin o videonu ilk baxın ki, mən OnePlus 15 barədə danışdım. Çünki bunlar bir-birinə çox bağlıdır. Və belə ki, mən o videoda da sizə izahat verdim. Oppo və OnePlus demək olar ki, eyni şirkətdirlər. Adlar fərqlidir, məhsul ola bilər fərqli olsun, amma eyni şirkət hər ikisini istehsal edir. Və ümumiyyətlə, biz OnePlus, məsələn, mağazası yoxdur. Siz OnePlus-ı almaq istəsəniz Çində, getməlisiniz Oppo mağazasından, orada soruşmalısınız ki, neçəyə, oradan ala bilərsiniz. Və belə ki, Oppo çox böyük brenddir, ondan da daha böyükdür. Hələ ki, dünyada onu belə güclü tanımırlar, amma çox güclü, çox gözəl və çox böyük bir brenddir Oppo. Bu model, belə ki, baxırsınız, dizaynı OnePlus 15-ə çox oxşuyur və baxırıq ki, biraz da iPhone-a oxşuyur əslində. Bir yaxşı şey odur ki, SIM kart jack var burada. Yəni, hələ də siz SIM kartla işləyə bilərsiniz. Çünki bəzi brendlər, bəzi telefonlar hal-hazırda o hissəni istehsal eləmirlər. Hala ola bilər, istəyirlər ki, daha ucuz başa gəlsin, deyirlər ki, təbiət üçündür, amma deyirlər, eSIM-dən istifadə etmək lazımdır, elektronik SIM almalısınız. Amma bunlar, məsələn, mənim üçün yaxşı bir xəbərdir ki, hələ köhnə SIM kartlar, mini SIM kartlarınız olsa, hətta əgər ki, düz başa düşdümsə, 2 dənə SIM kart da hələ qəbul edir bu version və 2 rəngi var, qlobal rəngi. Biri bu titanium rəngidir, ya titanium rəngidir, biri silk ağ rəngidir. Əslində, bu ki, videoda baxırsınız, mən daha çox o rəngi bəyənirəm ki, o bir növ qırmızı rəngidir, tünd qırmızıdır. Amma qlobal versionda onu təqdim eləmədilər. Ancaq deyirlər ki, bu 2 rəngdir, təəssüf ki, çünki mən o rəngi daha çox bəyənmişəm. Yaxşı, amma nələr var informasiya? Baxın, bir şey ilk bilməliyik bu barədə. Hər bir telefonun bir imzası var. Ya biz deyirik signature var. Niyə necə? Yəni, hər bir brend, bir telefon istehsal edəndə ona məxsus bir imza düzəlir ki, ki, bu telefon buna məşhurdur. Ya bu model buna məşhurdur. Bunu bütün telefonlar bu işi görür. Demək olar ki, ancaq iPhone və Samsung-un modelləridir ki, ümumi deyirlər ki, məsələn, AI güclü oldu, ya kamera güclü oldu, ya dizayn belə oldu. Ümumi şeylər izah verir. Amma ondan başqa brendlər hər biri bir imza təyin edir. Deyir ki, məsələn, bu model buna məşhur olsun. Bu model bu xüsusiyyətə məşhur olsun. Belə ki, OnePlus nə barədə məşhur idi, onun imzası nə idi? Onun ekranı idi ki, çox sürətli və çox güclü idi ki, hətta deyirlər, qlobal versiyonu 165 olacaq. Onun refresh rate, biz deyirik ingilisində, təəssüf ki, mən Azərbaycan dilində bilmirəm onu necə tərcümə edim. Screen refresh rate, yəni necə sürətli ekran dəyişə bilər, məsələn, oyun oynayanda ya video baxanda. Normal şəkildə hal-hazırda zəif telefonlar, məsələn, 60-dır, 62-dir, əgər səhv deməsəm. Güclü telefonlar, iPhone, məsələn, Samsung 120-dir, amma OnePlus 15 deyir, mən 165-əm və həqiqətən də belədir və çox güclüdür.
Belə ki, onun imzası budur. Amma X9 Pro'nun imzası nədir? Kamera. Bunun kamerası çox güclüdür. Və mən bəzi zamanlar bunlar yalandan yazırlar, bəzi rəqəmlərə məsələn yazırlar 50 megapiksel, həqiqi deyil. Yazırlar 1000 megapiksel, 300 megapiksel. Bunlar bəzi zamanlar belə hala zarafat edirəm 1000 megapiksel məsələ yalanlar yazırlar. Amma həqiqətən bu kamera xeyli güclüdür, mən yoxlamışam. Hətta onu zoom edəndə də öz keyfiyyətini itirmir. Yəni nə qədər zoom eləsəz də yenə o keyfiyyət çox gözəl, çox detallar ilə şəkillər, videolar çəkə bilərsiniz. Hətta gadgetlər də var ki, özü bu brend satılırsınız, bağlaya bilərsiniz telefonunuza. Bir kamera kimi olur, hətta yerlərinə əlavə olur, belə linza əlavə olur, bir kamera kimi istifadə edə bilərsiniz bu telefonla. Və belə ki, çox güclü kamerası var. Bateriya 7500 mAh-dır ki, çox güclüdür. Yəni siz əgər oyun oynamasanız, çox güclü işlər istəməsəz telefonunuzda, normal istifadəniniz olsa 2 gündən çox bir dəfə şarj ilə istifadə edə bilərsiniz bu telefonlardan. Bunun sistemi biz deyirik customized Android'dur. Yəni dəqiq Android deyil. Özləri biraz dəyişiblər, adını qoyublar ColorOS, biraz daha gözəllədilər Android'u. Yəni adını qoyublar ColorOS, amma hələ də Android'dur. ColorOS 16'dır. Çox gözəl, çox yumuşaq gedir səhifə, çox yəni hiss edirsiniz ki, fərqlidir. Çox gözəl customize elədilər onu və çox da tərəfdarları var dünyada ki, ColorOS olsun. Amma bunu bilin, əgər ki özünüzə bu telefonları sifariş vermək istəyirsinizsə, bunu bilin ki, Çindən onu alsınız. Çin versiyası çoxlu zamanlar Google Play Store yoxdur içində və siz global alandadır ki, içində Google Play Store da var. Google Play Store o hissədir ki, gedirsiniz application yükləyirsiniz. O Chinese version'da yoxdur. Prosesor, beyin, CPU, ya belə şeylərin adı. Burada Mediatek 9500'dür ki, ən güclü Mediatekdir hal-hazırda dünyada. Əgər fərqini bilmirsinizsə Snapdragon ilə, bu demək olar ki, ən güclü Snapdragon ilə eyni mərhələdədir ki, o da Snapdragon 8 Elite Generation 5'dir. Bunlar hər ikisi çox güclüdür, ancaq rəqibdirlər, fərqli şirkətlərdirlər. Bəzi mövzular barədə Mediatek daha güclüdür, bəzi mövzular barədə Snapdragon daha güclüdür. Məsələn, Snapdragon deyir ki, mən daha güclüyəm, daha ağır işlər üçün. Mediatek deyir ki, mən daha güclüyəm AI ilə, daha diqqətliyəm. Yəni, bunlar belə fərqlər var arasında ki, ola bilər bir video çəkim və sizə izahat verim ki, fərqlər nədir. Amma Mediatek olanda o demək deyil ki, bu zəifdir. Ancaq bu başqa brenddir. O Snapdragon'dur, bu Mediatek'dir. Bu da ən güclü Mediatek'i istifadə edir. Məsələn, OnePlus ən güclü Snapdragon'u istifadə edir. Hər ikisi də yaxşı və güclüdür. Burada yenə baxın, ekran 120'dir. 120 Hz'dir. Və bu telefonlar, bu deməkdir ki, bu zəifdir. Bir dənə OnePlus 15'dir ki, 165'dir. Başqa telefonlar hamı 120 istehsadır və bu da ekranı çox gözəldir. Çox ləzzət alırsınız onunla video baxanda, video çəkəndə, hər bir işi görürsünüz. Yəni ekran gözəl bir ekrandır. Və bu da IP66, IP68 və IP69 sertifikatları var. Yəni suya qarşı və quma qarşı heç bir problemi olmayacaq. Qalacaq, güclü. Kameralar 50 megapiksel, biri 200 megapiksel, o biri də 50 megapiksel. Bir dənə də TrueColor kamera var ki, baxırsınız, cəhd edir ki, o quality, o keyfiyyəti saxlasın siz video çəkəndə, şəkil çəkəndə. Çox güclü və çox gözəl kamerası var. Yəni, həqiqətən mən onu yoxlayanda xeyli bəyəndim onun kameranın. Çox gözəl kamerası var. Başqa şey, burada əsas kamera barədə izahat verir. Gedək biraz informasiyalara da baxaq. Baxırsınız ki, 2 rəngdir, göstərir. Çəkisi 224 qramdır, çox deyil, az da deyil. Yəni istifadə edəndə rahat istifadə edə bilərsiniz, yaxşıdır əlinizdə. Amma telefonun ekranı iPhone 17 Pro Max və Samsung 25 Ultra'dan bir damcı daha balacadır. Amma yəni hiss eləmirsiniz ki, çox balacadır. Bir damcı daha balacadır. Onun RAM və RAM-ı da, yəni yaddaşı və RAM da ki, sizə demişəm həmişə,
o prosesor ya CPU-ya yardım edir. RAM-i 16 GB-dir, 12 yoxdur. Və yaddaşı da burada başqa imkan yazmadı. Ancaq yazıb ki 512 GB, yəni 256, 128 yoxdur. Bir dənə burada bunu yazıb. Və başqa imkan ki burada sizə deməliyəm. Kameranı sizə dedim. Selfie kameranı demədim. 50 megapikseldir. O da çox güclüdür. Siz videoda baxa bilərsiniz ki, mən özüm çəkmişəm. Çox gözəl, hətta selfie kamerası da var. Həm selfie kamera, həm də arxa kamera, həm ön kamera, həm arxa kamera 4K video çəkə bilər. Çox yaxşıdır. Və batareya da ki sizə izahat verdim. Bəli, telefonu açmaq üçün həm sizin üzdən işləyir, iPhone kimi məsələn, yəni özünüzü tanıyır, açılır. Həm də fingerprint var, yəni əlinizlə aça bilər. Sensorlar da çoxdur. Özünüz gedib onların web saytında baxa bilərsiniz. 2 SIM kart da qəbul edir, eSIM də qəbul edir. Əgər eSIM-iniz varsa, onu da qəbul edir. Bu qədər. Bu oldu web saytın informasiyaları. Mənim təcrübəm necə idi? Mənim təcrübəm bu idi ki, bir gözəl xüsusiyyət ki, mən bu telefonda hiss elədim və sizə deyirəm, budur ki, bu telefon isti olmur. Yəni başqa bir hətta iPhone, hətta Samsung, hətta Xiaomi işləyəndə, video çəkəndə, məsələn, ziyarətka olanda, video çəkəndə siz hiss edirsiniz ki, bu isti olur yavaş-yavaş. Amma bu telefon belədir ki, mən istifadə edəndə, video çəkəndə, zoom edəndə heç hiss eləmədim ki, bu isti oldu. Həm bu, həm OnePlus, hər ikisi bu barədə çox yaxşıdır. Və əldə də çox yaxşıdır, istifadədə rahatdır, ekranı çox yumuşaq, çox gözəldir. Həqiqətən bu brendlər çox inkişaf elədi. Yəni mən xeyli bəyənmişəm. Ümumiyyətlə Oppo-nu mən bu brendi bəyənirəm. Yaxşı bir brenddir. Hətta deyə bilərəm ki, mən Oppo-nu özüm Xiaomi-dən daha çox bəyənirəm. Yəni mən əgər özüm bir telefon almaq istəsəm ki, Samsung olmasın, iPhone olmasın, mən Xiaomi-dən əvvəl Oppo-nu seçirəm. Çünki Oppo həm də OnePlus-dır ki, əladır. Yəni OnePlus o qədər güclü telefondur. Əgər Azərbaycana gəlsə 100% məsləhət verirəm ki, OnePlus-ı da alın. Hər ikisi də demək olar ki, eyni şirkət istehsalıdır. Amma getməyim o mövzuya. X9 Pro çox gözəl bir telefondur. Əgər ki, şəkil, video çəkmək sevirsinizsə, mütləq sizə məsləhət verirəm ki, alın. Çox qəşəng bir telefondur. Və kamerası da ki, sizə dedim, xeyli qəşəngdir. Ancaq şarjır ya ziyarətka OnePlus kimi güclü deyil. Yəni fast şarjı 80 wattdır. O birilərdə hətta 100 watt, hətta 100 wattdan çox da olur, amma bu 80 wattdır. Ziyarətka ilə, şnur ilə, şnursuz 50 wattdır başqalar kimi. Əldə çox rahatdır, kamera çox qəşəngdir. Amma yenə əgər oyun oynamaq istəyirsinizsə, əgər çox güclü, ağır işləmək istəyirsinizsə, OnePlus-ı 100% sizə məsləhət verirəm, OnePlus əla bir telefondur. Amma kamera barədə və çəkiliş istəsəz, bu telefonu sizə məsləhət verirəm. Siz nə düşünürsünüz? Azərbaycanda OnePlus var, yoxdur, gələcək, gəlməyəcək, nə düşünürsünüz? Bu telefon 100% gələcək, çünki bilirəm Oppo var Azərbaycanda, OnePlus-ı bilmirəm, siz mənə deyin. Fikirlərinizi mənim üçün yazın, çox önəmlidir. Suallarınızı da soruşun. Hələ mən ya belə videoda cavab verirəm, ya ki kommentlərinizi cavab verirəm. Mütləq yazın. Xahişim sizdən odur ki, dəstək eləyin. Bəyənin bu videonu, sizin üçün heç bir vaxt aparmır. Çox rahat bir şeydir. Mənim üçün çox böyük bir motivasiyadır ki, siz bəyənirsiniz mənim videolarımı. Dostlarınıza atın və mənə kömək eləyin ki, həm daha çox motivasiya olun, həm daha keyfiyyəli mövzular paylaşın sizin üçün. Qısa zamanda görüşərik inşallah. Sağ olun.